Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində BIP-nin maliyyə dəstəyi ilə həyata keçirilən Aydın Suda bərpa olunan enerji proqramını dəstəkləmək üçün tədris və öyrənmə bacarıqlarının gücləndirilməsi layihəsi çərçivəsində British Council ilə birgə pedaqoji heyətə sertifikatların təqdim etmə mərasimi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Professor Rüfət Əzizov qonaqları salamlayaraq universitet ilə British Council və BIP şirkəti arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. O, tədris və tədqiqat sahələrində innovativ yanaşmaların tətbiqi baxımından müəllimlərin xarici dil biliklərinin inkişaf etdirilməsində British Council ilə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb və bu əməkdaşlığın davamlı olacağına inandığını bildirib. Daha sonra BIP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və British Council-ın Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva çıxış edərək layihənin məqsədləri, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında məlumat veriblər. Sonda layihə çərçivəsində təşkil edilən ingilis dili təlimlərini uğurla başa vurmuş 43 nəfər müəllimə sertifikat təqdim olunub. Zənnimcə bu bizim dərs ingilis dilində apardığımız təhsilin inkişafında çox böyük rol oynayacaqdır. Respublikamızdakı gedən davamlı inkişaf proqramı əsasında geniş aspektli işlər görülür və bu geniş aspektli işlərin biri də universitetimizin beynəlmilləşməsidir və bu sahədə görülən böyük işlərdir. Bunların bu bir hissəsi, biri də universitetimizin British Council ilə sıx əməkdaşlığı sayəsində belə bir bizə proqramın həyata keçirilməsinə imkan yaratdı. British Council-un köməyi ilə hazırlanan Aptis for Teacher kursunda təlimində iştirak etdim və hazırda müasir təlimdə ingilis dilinin əhəmiyyətini nəzərə alsaq, bu kurs bizə böyük bir köməklik oldu ki, tədrisimiz daha müasir ingilis dilində aparmağımız üçün kömək oldu. Bizim universitet tərəfindən təşkil olunan kurs həmin bu istiqamətdə vacib bir addımlardan biridir. Yəni təhsilin inkişafı və gələcəyə bir deməli yaxşı bir addımlardır.